Salam əziz izləyicilər, belə bir bağ evi satılır. Dəmirin üzərində yığılıbdır bağ evi, keçirilmə taxtalardan. Bağ evin içində 2 nəfər rahat, yəni yaşaya bilər. Buradan məsələn bir kravat və bir kravat da belə qoyub, yəni yatıb dura bilərlər. İstəsələr televizor və balaca bir də stol yerləşdirib burada, yəni oturub yemək, çörək yemək, çay içmək. Yəni 2 nəfər burada rahat arxayın yatıb dura bilər, yaşaya bilər burada. Bağ evinin 3-ün 2.27 ölçüləri. İçəridə 2 rozetka, bir dənə işıq. Çöldən şnurları var, şnurları calayıb, yəni tok gəlir. Yenə deyirəm, 2 nəfər arxayın rahat yaşaya bilər burada. Yəni bir dənə buradan kravat, bir dənə də belə enində bir kravat qoyub. Qabağına da bir dənə qonaq stolu, yəni çörək yeyib, çay içməkdən ötürü. Daha sonra bura bir televizor da əlavə eləmək olar. Sonra pəncərəsi, yəni yayda açıb havalandırmaqdan ötürü pəncərələri var. Plastik pəncərələrdir. Yəni biz özümüz istifadə edirik, çox rahat. Yəni 2 nəfər burada çox rahat yaşayıb dura bilər. Buranın da pet üçün durba. Yəni gələcəkdə istəsəz istifadə edə bilərsiniz. Nisət çöldən də bir çəkim ətraflı. Yenə xatırladım ki, dəmirin üzərində yığılıbdır. Yəni dəmirin üstündən də keçirilmə taxtalardır. Taxtalardan yığılıbdır. Bu da bunun həmən bayaq sizə xatırlatdığım elektriki çəkməkdən ötürü, yəni şnurları buradan calayırsınız və tok da olur.